A və B nöqtələri çevirən AB geometrinin ucu nöqtələridir. Bu çevirənin absis oxu ilə kesişmə nöqtələri arasındakı məsafəni tapın. İlk öncə çevirən mərkəzinin harada yerləşdiyini tapaq. Yəni A və B-nin orta nöqtəsi olacaq. O nöqtəsi ilə işarə etsək ki, çevirən mərkəzi O nöqtəsidir. A-nın koordinatları -3, 1, B-nin koordinatları 5, 7 idi. Mərkəzin koordinatları O bərabər, daha doğrusu onun koordinatlarını biz yazsaq ki, x0, y0, x0, y0, x0 bərabərdir. -3 üstə gəlinsin 5 bölü 2, y0 bərabərdir. 1 üstə gəlir 7 bölünsün 2. x0 bərabər olacaq. 5-dən 3 çıxıb 2-yə bölsək 1 eləyər. y0 bərabərdir. 1 ilə 7-ni toplasaq 8, 8-in yarısı 4 eləyər. Deməli, mərkəzin koordinatları yerləşir 1, 4 nöqtəsində. Və bu çevrənin absis oxu ilə kesişmə nöqtələri çevrənin tənliyini yazaq. AB-nin uzunluğunu da tapmamışıq. AB olacaq. Mərkəzin koordinatlarını bilirik, radiusu tapa bilərik. R bərabərdir. Kök altda. Deməli, A ilə işarə etsək, 1 çıxılsın -3 olacaq, -3, mötərizə kvadratı üstə gəl. 4 çıxılsın 1, mötərizə kvadratı bərabərdir. Kök altında, yəni bu AO məsafəsidir, o da radiusa bərabərdir. 4-ün kvadratı üstə gəlinsin, 3-ün kvadratı, 16 üstə gəl 9, 25 eləyir, 25-dən də 5 çıxır. Deməli, x çıxılsın, mərkəzin koordinatı 1, kvadratı üstə gəl, y çıxılsın 4, kvadratı bərabərdir 5-in kvadratı 25-ə. Absis oxu ilə kesişmə nöqtəsi dedikdə biz burada y-i 0 götürürük. Alınır. X çıxılsın 1-in mötərizə kvadratı üstə gəlinsin. -4-ün kvadratı 16, o da bərabərdir 25-ə. X çıxılsın 1-in mötərizə kvadratı bərabərdir 25-dən 16 çıxsaq 9 qalar. X çıxılsın 1 bərabərdir 1 dəfə -3 eləyəcək. X çıxılsın 1 dəfə olacaq -3. Deməli, x 1 bərabər olacaq. -3 üstə gəlinsin 1, yəni -2. X 2 bərabər olacaq. 3 üstə gəlinsin 1, 4. Və bu iki nöqtə arasındakı məsafəni bizdən tələb edir. 4 çıxılsın -2 bərabərdir 6-ya.